1, 2, 3, 4, 5. 5 metr bitdi, maşın bitmədi. Bugün çəkdiyimiz yolsuzluq avtomobili Havalaş 5'dir. Mühərrikdən danışsaq, kapotun altında 2 litrlik turbo benzin mühərrikidir. O da 8 pilləli avtomat kutusu ilə təchiz olunub. Avtomobil 18'li disklərin üstündədir. Clearance 20 santidir. Adı crossover'dan səhv salmayaq. Bu tam real yolsuzluq avtomobildir. Çünki ramanın üstündədir. Normalda avtomobil arxa çəkəndir. Amma lazım olan halda, indiki halda qabağını da qoşa bilirik. Gəlin sizə göstərim. Çəkdiyimiz məkan belə yolsuzluqdur. Normal avtomobil burada gedə bilməz. Fikir verin. Batırıq. Təkərlər fırlanır, biz yerimizdən tərpənə bilmirik. Bunun üçün qabağını qoşmaq lazımdır. Eksteriyerdən 2 kəlmə. Arxa qabaq faralar LED, 360 dərəcəli kamera, artıq yükünüz varsa yuxarıdakı reliklərdən istifadə edə bilərsiniz. İkinci sırada 3 nəfər adam rahat şəkildə otura bilir. Amma mən sizə başqa bir şey göstərmək istəyirəm. Bu avtomobilin nə boyda bagajı var. Bir dənə buna diqqət yetirək. Fikrim nədir? Məndə 2 metrlik matras var. İndi onu burada açıb nümayiş etdirəcəm. Günün nəticələri. Havalaş 5 həqiqətən çox yumuşaq, böyük bir avtomobildir. Ramada olduğu üçün hər yol şəraitində uyğundur. 2 litrlik turbo mühərrik, 200 at gücündə olan bir mühərrik istənilən şəraitdə sizi aparır, köməkli göstərir. Yanacaq çəninə 80 litr töküb 800 kilometr məsafəni getmək olar. 92 tökürük. Gəldik, çatdıq kamp yerimizə. Gördüyünüz kimi 2 metrlik matrasımız yerləşdi. Balışlarımız yerində. İsti çayımız var. Meyvələrimiz masa üstündə. Dincələk. So we're down.